Xalq artisti Mələk xanım Əyyubova etiraf ilə diqqət çəkib. Milli Az xəbər verir ki, o ilk dəfə ailə sirrini bölüşüb. Belə ki, xanəndə uşaq vaxtı ailəsinin onu övladlığa verdiyini bildirib. Ailəmizdə bibimi çox istəyirdilər. Onu övladı olmurdu. Böyük bacımı və qardaşlarımı övlad kimi ona vermişdilər. Ancaq böyük olduqları üçün gedib qalmayıblar. Öz ailələrini tanıyırdılar. Bibim məni çox əzizləmişdi. O qədər sevgi vermişdi ki, öz ailəm barədə deyilənlərə qulaq asmadım. Ona ana kimi öyrəşmişdim. Ata-anamdan incik idim. Uşaq vaxtı biruzə verməsəm də onlardan övlad doğmalığını görə bilmədim. Bibim buna icazə verməyib. Onlara bağlanacağımdan, geri qayıdacağımdan qorxurdu. Şəhərdə böyümüşəm, burada oxumuşam. Valideynlərimi az görürdüm. İstər-istəməz soyuqluq yaranırdı. Öz ailənlə yaşamaq, qardaş bacınla böyümək ayrı doğmalıqdır. Onları dayı, onların uşaqları kimi bilmək başqadır. 7 uşaqlı ailədə doğulub tək böyümək əksiklik hissi yaradır. Pis hissdir.